Çoxumuz etdiyimiz işlərdə usta olmaq istəyirik, hər şeyi daha çox bacarmaq istəyirik, bir anda bir çox işi yerinə yetirmək və mükəmməl şəkildə bitirmək istəyirik. Fikir verdinizsə mükəmməl sözünü vurğuladım. Bugünkü videomuzun mövzusu mükəmməliyyətçilik nədir? Mükəmməliyyətçilik yaxşı bir şeydirmi, yoxsa mükəmməliyyətçilik pis bir şeydirmi? Mükəmməliyyətçilikdən qurtulmaq olarmı, yoxsa olmazmı? Mükəmməliyyətçiliyin alternativləri nələrdir? Bu gün o haqqda müzakirə edəcəyik. Mən Mehrac, kanalıma xoş gəldiniz. Əvvəla mükəmməliyyətçiliyin nə olduğu haqqında danışmaq istəyirəm. Məsələn, nümunə verim. Bu gün idmana gedəcəksən. O qədər də halın yoxdur. Deyirsən ki, bu gün idmana getməyim. Amma sabahsı gün halın yerindədir, özünü mükəmməl hiss edirsən, hər şey superdir və durub idmana gedirsən. Bu necə deyim? Məsələn, test olaraq da nümunə çəkə bilərəm. Məsələn, kimyadan 30 dənə testim var. Etməlisən onu və ya tarixdən ola bilər. Heç bir fərqi yoxdur və ya riyaziyyatdan. Sən deyirsən ki, indi yorğunam. Mən bunu etsəm, yarısını səhv-süf edəcəm. Ondan sonra səhər duraram, rahat-rahat səliqə ilə işləyərəm. Bu bir cəhətdən müsbət cəhətlər gətirsə də, mənfi cəhətləri də öz bərabərində gətirir. Hansı ki, gündə biz az-az işləsək də biz toplayıb onu böyük bir nəticəyə bərabər edə bilərik. Məsələn, bir qab düşün. Bu qab 1 litr su tutur. Sən bu gün bu qaba 1 litr su tökdün. Sabah 2 litr su, sabah 1 litr su tökdün. O birisi gün 1 litr su tökdün. Növbəti gün isə sən bu qaba əlində 500 ml su var. Sən deyirsən ki, 500 ml tökməkdənsə sabahsı günü gözləyib 1 litr tökərəm. Sən tökmədin. Sabahsı gün gəldi 800 litr, yenə tökmədin. Ondan sonraki gün gəldi 1 litr yenə tökdün. Ancaq sən o 500-dən 800 ml töksəydin, indiyə 1,3 litr daha artıq suyun olacaqdı. Yəni necə deyim, bir işi mükəmməl görsək də, pis görsək də o bizim qazancımızdır. Hər nə qədər insan hər zaman halı olmur, hər zaman taqəti olmur, hər zaman hər şey mükəmməl olmur. Həqiqətən də bunu müşahidə edə bilirik. Yəni gün ərzində kiçik-kiçik də olsa addım atmalısan. Bir dənə gözəl misal var verim. Deyir ki, uça bilmirsənsə qaç, qaça bilmirsənsə yeriyə bilmirsənsə sürün, sürünə bilmirsənsə heç olmasa özünü tərpətməyə çalış. Çünki sən özünü tərpətsən, gündə azar-azar işlərini görsən, nəticə yenə də böyük olacaq. Çünki nəticədə sənin pul qabına, daxilına atılmış qəpiklər və pullar kimi olacaq. Məsələn, bunu pul yığmaqda da görə bilərik. Mən özümdən nümunə verirəm. Mən əvvəllər manat yığırdım, yəni pul qabıma. Əlimdə də qəpik qalanda onu xərcləyirdim. Çünki qəpik biraz kiçik məbləğdir. Bir gün qərar verdim ki, qəpiklər üçün ayrı bir qab açım. Ora gələcəkdə xərcləyəcəyim qəpikləri yığım. Və həqiqətən də yığmağa başladım. Məsələn, bir 3-4 ay keçdi, artıq 2 rəqəmli məbləğə çatıb, yəni bir 40-50 manat civarı hər halda orada bir pul var. Amma əgər mən o pulu xərcləsəydim, sadəcə manat yığsaydım, o 40-50 manat hal-hazırda məndə olmayacaqdı. Yəni mükəmməliyyətçilik belə bir şeydir. İkinci isə mükəmməliyyətçiliyin alternativi disiplindir. İnsan disiplinli olmalıdır, gün ərzində kiçik-kiçik addımlarda özünə zəfər, qələbə kimi görməlidir. Heç birimiz mükəmməl deyilik. Dünyada mükəmməl deyilən bir insan yoxdur. Bir insanda bir şey var, digər insanda yoxdur. Məsələn, səndə elə bir xüsusiyyət ola bilər ki, heç kimdə olmasın. Məndə elə bir xüsusiyyət ola bilər ki, heç kimdə olmasın. Və ya C insanındakı elə bir xüsusiyyət ola bilər ki, heç kimdə olmasın. Yəni, necə deyim, özünü aşağı görmə, özünü alçaltma, özünü depressiyaya salma durduq yerə. Digər insanların həyatlarına baxıb özünü depressiyaya salma. Çünki hər kəs, yəni özüm belə şəxsən çox zor zamanlardan keçdiyim olub, çox pis hiss etdiyim olub, çox necə deyim, failurun böyüklüyünü yaşadığım zamanlar olub. Amma yenə də ona baxmayaraq davam etməyə çalışmışam. Davam etmişəm deməyim, davam etməyə çalışmışam. Var gücümdən o vəziyyətdən bir çıxış yolu axtarmağa çalışmışam. Çünki insanın ən böyük dostu elə özüdür, səni də elə özün xilas edəcəksən. Mükəmməliyyətçilik ümumiyyətcə hər kəsin içində olan bir şeydir. Bu səndə də var, məndə də var və digər izləyicilərimizdə də var. Əminəm ki, özləri də bu videonu izlədikdə özlərində müşahidə etdilər ki, məsələn, mən belə eləyirdim falan filan. Elə mən də bayağı nümunələr seçdim o üzərindən, elə mən də o tərzdə səhvlər edirdim. Necə deyim, mükəmməliyyətçilik sizin əslində bir düşməninizdir. Sizi disiplindən salmaq istəyir, sizin əlinizdən disiplininizi almaq istəyir. Necə deyim, hər şey mükəmməl də görməyə bilərsiniz.
Bəli, çalışın, disiplinli olun. Dərslərinizi az da olsa çalışın. Yəni heç çalışmamaqdansa az da olsa çalışmaq məncə daha yaxşıdır. Disiplin mənə görə həm faydalıdır. Mükəmməlliyətçilik mənə görə həm faydalıdır, həm də ziyanlıdır. Amma ziyanı mənə görə çoxdur. Ona görə onu ziyanlı duyğular listesinə qoyardım şəxsən. Yəni bugünkü videomuzda mükəmməlliyətçilik haqqında danışdıq. Mükəmməlliyətçiliyin nə olduğu haqqında söhbət etdik. Əminəm faydalı bir video oldu. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşənə qədər.